Canınız, başınız necədir, doktor? Çox yaxşıdır. Amma can baş bir balaca, yəni yaxşı olmaya da bilir. Çünki çox yorğun oluruq. Yorğunsuz indi? Belə orta. Yəni çünki bundan sonra da işimiz var. Səhər də işimiz var. Sabah da işiniz olacaq. Sabah da işimiz olacaq. Hətta axşam da işimiz var. İş bitmir. İş bitmir. Siz ixtisasca qastrentoloqsuz. Mən inanmıram hansısa bir xəstə qapını açanda desin ki, ay gastroenteroloq. Açığı bir jurnalist olaraq bu termini əzbərləmək mənim özümə də o qədər asan olmadı. Gastroloq deyirlər daha çox. Nə deyirlər? Gastroloq. Gastroloq deyirlər. Bəzən biz deyirik ki, o qədər çox yedim, az qalır mədəm partlasın. Çox yeməkdən mədə partlaya bilərmi? Adam var ki, deyir ki, mən bir oturuma 3 litr su içirim. Təbii ki, zərərdir. Yəni, gərilir. O deyilir, mədən böyüyür məsələsi. Gərilmə məsələsi var orada da. Yəni, niyə çox yemək yeyək ki, birdən-birə? Yəni, dünyanın axırı da, yəni, yemək normalda ümumiyyətlə, yəni, sağlam qidalanmaq üçün 3 dəfə, yox 5 dəfə ye. Amma az ye. Doktor, hərçənd ki, meyxanaları heç sevmirəm, amma o qədər çox paylaşılır ki, xüsusən də sosial mediada zaman-zaman qarşıma çıxır. Bəzən istəmədən də əzbərləməli oluruq. Məsələn, məşhur bir ifadə var, yeyib içən oğlan yaman olmaz. Yəqin ki, eşitmiş olarsınız, həqiqətən belə. Yaman olmaz? Yaman olmaz, yəni pis olmaz. O nə deməkdir ki, o meyxana özünə görə deyə bilər onu. Bəli. Yəni, yeyib içən oğlan yaman olmaz. Onu kim, ancaq bəlkə özlərində şamil eləyirlərsə eləsinlər, amma o nə deməkdir ki, çox yeyən insanla yamanı da var, yaxşısı da var. Əsas daha çox bizim problemimiz yeməkdən gəlir. Çox yemək. Doktor, deyəsən sizin də meyxana ilə aranız yoxdur? Yox, qətaram yoxdur. Heç sevmirəm. Yəni, meyxana gözəldir. Yəni, indi bəlkə də bizi dinləyən deyər ki, niyə sevmir? Yox, sevmirəm, mən özümə görə sevmirəm. Öpüşmə ilə hansı viruslar, xəstəliklər keçə bilər? Öpüşmə ilə mən sizə bir şey deyim mi? Bir neçə ay bundan öncə bir uşağın gözünü çıxartdılar. Ona səbəb isə bir insan, yəni onun yaxını idi, səhv eləmirəmsə, onun ağzında gerpesi var idi, uşağın gözündən öpmüşdü. O uşağın gerpes getmişdi gözündə, orada iltihaplanma, artıq uşaq bir gözünü itirdi. Bəzən uşaqların dodağından böyüklər də, atası, anası da öpür. Əşi, geçsin o böyüklər öz arvadlarını, öz ərlərinin dodağından öpsünlər. Nədir? Uşağın dodağından öpülməz. Adamın ağzında istənilən qədər, 1000 qədər infeksiya var. Hansı virus və xəstəliklər keçə bilər? Baxın, ağız seli ilə, mədə infeksiyası, həmişə mən bu ər-arvadlara deyirəm, ağız seli ilə mədə infeksiyası daha çox keçir. Bir, Helicobacter pylori dediyimiz infeksiya. Amma gerpes viruslar dediyimiz və istənilən sadə viruslardan tutmuş mürəkkəb viruslara qədər və digər viruslar da ola bilər. Amma gerpes virusu daha çoxdur. Məsələn, hepatit yaxud insanlar spid kimi tanıyır bu xəstəliklər keçə bilərmi? Yox, heç cürə. Yəni, ümumiyyətlə hepatitlərdir, spid virusudur. Bunlar ağız yolu ilə, seli ilə keçməz, qan yolu ilə keçir bunlar. Proqramlarda da bu haqda danışırıq. Bu haqda sosial çarxlar da var ki, təsadüfi cins əlaqələrdən mütləq uzaq durmaq lazımdır. Amma bəzən izləyicilər yazırlar ki, qoruyucularla əgər biz münasibətdə olaraqsa, yenə də hepatit virusuna yoluxa bilərik. Əslində qalsa ki, hepatit virusu cinsi yolla keçmə ehtimalı azdır. Demirəm yoxdur, var. Yəni, son araşdırmaya görə 10% keçmə ehtimalı var. Bu da bilirsiniz necədir? Adicə elə insan var ki, yəni, heç qoruyucular istifadə olunmasın da belə keçməz ondan. Amma burada məsələ bilirsiniz nədir? Burada məsələ orqanların sürtünmə məsələsidir. Yenə qan-qana toxunmalıdır, düzdürmü? Gərək qadının da qan təması, qadında da kişidə də qan təması olmalıdır, zədələnmə bir yer olmalıdır, seyli qişanında, yəni dərinin zədələnməsi oradan keçəcək. Yoxsa birində zədələnmə oldu, digərində olmadı, keçməyəcək. Amma qoruyucular da belə bir şey var. Qoruyuculuq da 100% bizi qoruyurmu? Necə qoruya bilər? Yəni qoruyucular da cırıla bilər, düzdürmü? Doktor, bir də izləyicilərimizdən... Spermadan da keçə bilər, yəni spermadan da keçmə ehtimalı da ki, yenə deyirəm, %5-10% spermadan keçə bilər. Virus hepatitləri. Bəli, elə ki, hepatit B də olsun, C də olsun, HIV virusu da olsun, yəni giç virusu da olsun, onlar spermadan keçə bilir. Bir də doktor, bəzi izləyicilərimiz yazırlar ki, bizdə çox qaz olur, qazı saxlaya bilmirik və bəzən də biabır oluruq. Bu nə ilə bağlıdır? Qeyri-ixtiyari baş vermə, baxın, bağırsaq varsa orada qaz da var deməkdir. Və aşırı qaz da, yəni çox qaz. Əgər aşırı adam var ki, deyir ki, elə bir şeyim yoxdur, amma çox köpüm var. Müalicə ilə sən keçib gedir. Amma adam da var ki, deyir ki, köpüm olur. Siz dediyiniz məsələ ki, çıxardıram qeyri-ixtiyari olaraq. Əgər o köp aradan götürsə, yenə bu ixtiyari olaraq qeyri-iradi gedirsə, orada sfinkter var, o anusda, arkada olan adamı sıxır, orada demək ki, orada sinir əzələ problem var. Həmin insanları biz ya proktoloqa, ya da nevropatoloqa yollayırıq. Əzələ mi boşalır? Sinir əzələ boşalması fonunda olur, bəli.
Bu əzələ kimlərdə daha çox boşalır? Yəni nə baş verir ki, bu boşalma yaranır? Əzələ daha çox doğan qadınlardan söhbət gedirsə, çox doğan qadınlarda olur. Bir də yaşlı insanlarda daha çox olur. Bir də ki, etik kənara çıxsaq da belə, yəni anal nahiyədən cinsi əlaqədə olan insanlarda o boşalmalar daha tez olur. Qaldı bunun müalicəsi. Bəzən o əzələ boşalması hətta cərrahiyyə ilə də bərpa olunmursa. Bəli. Yəni çox ciddi bir zədələnmə varsa. Bilirsiniz, orqanizmanın ən həssas, orqanizmanın damarlardan və sinirlərdən ən zəngin olan sahəsi oradır. Anus nahiyəsidir. Doktor deyir ki, hər hansı bir səbəbdən, məsələn, uğursuz bağırsaq çatı əməliyyatı olsun, yaxud hemoroid əməliyyatı olsun, yaxud qeyd etdiyiniz kimi uzun müddət davamlı anal sekslə məşğul olan adamlarda əgər həmin əzələdə ciddi bir boşalma varsa və bunun cərrahiyyə ilə də müalicəsi mümkün olmazsa, nəcisləri saxlaya bilmirlərmi doktor? Keçmiş olsun. Bundan sonra artıq yəni cərrahiyyə ilə mümkün olmadıqda, bəzi fizioterapevtik prosedurlarla mümkün olmadıqda, bayaq dediyim kimi biofeedback müalicəsi prosedurdur da, yəni o da artıq olmadısa, artıq bu insan belə deyim də toya gedir, yasa gedir, qonaq gedir, hətta belə hər zaman özü ilə bez daşımalıdır doktor. Yəni nəcis saxlaya bilmirlər. O da çox böyük problemdir. Yəni əlbəttə ki, diskomfortdur da. Adam sidiyini belə saxlamayın, diskomfort olur. Amma nəcisi saxlanmaq görün nə dərəcədə insan üçün diskomfort bir şeydir. Doktor, nəcis demiş, nəcislə bağlı bir sual verəcəm sizə. Deməli, Türkiyədə tanınmış professorlardan biri var, təəssüf ki, adını unutmuşam. O müsahibələrin birində belə bir açıqlama vermişdi ki, sırf maraq üçün öz nəcisimin dadına baxdım və acı dadırdı. Türkiyə mətbuatı alt-üst olduğu manşetlərə çıxdı həmin professor, məşhur bir professordur. Kimsə hətta maraq üçün dadına baxdım, acı dadır deyirsə, hansısa infeksiyalara yoluxma riski var. Yəni, nə qədər sağlamlıq üçün təhlükəlidir bunu etmək? Yəni, onun biraz başında yəqinsə məncə problem var. Nə olsun ki, professordur? Yəni, yox, yəni, kim olur olsun, yəni, professor olsun. O nə deməkdir? Nəcisdə, inanın, o qədər, ən qədər, trilyonlarla, milyonlarla infeksiya var. Elə şey mi olar ki, adicə bir nəcis, məsəl üçün deyirəm, sepsis deyirik, düzdür? Qanda sepsis, hə? Qanın zəhərlənməsi deyək. Nəcisi götür, adicə bir yeri çərtin və nəcisi qoyun içərisinə. Görün həmin günü orada iltihab, orada infeksiya mənbəyi, orada temperatur, orada sepsis, hətta insan ölümünə qədər gedəcək bir durum olur. Düzdürmü? Necə ola bilər o? Çünki bizim bağırsağımızda zərərli və lazım mikroorqanizmalar var, düzdürmü? Nəcisi də ən qədər Escherichia kolisindən tutmuş da nəyinə qədər sayarım sizə. Salmonellası var, Shigellası var, Campylobacteriası var, o var, bu var. Yəni o qədər bizə zərərli. Stafilokokları var, streptokokları var, o var. Düşürmədənə təsəvvür edin. Təsəvvür edin, yəni elə şey mi olar? Yəni o professor yəqin yəni yatıb yuxuda ona nəsə bilmirəm, yəni və müsahibədə demişdi ki, sırf maraq üçün yedim, nəcisim acı dadırdı. Hə, yaxşı ki, acı dadı, bir şeyin dadmayıb ona. Yəni, yoxsa bütün gün oturub elə şey olar, yəni, valla, ne deyək, dünyanın sonu deyək də. Doktor, son salonada söhbətimizi yekunlaşdırmaq istəyirəm. Yəqin ki, bu izləyicilərimiz üçün də maraqlıdır. Nə üçün nəcisdə elə o qədər kəskin pis qoxu olur? Hə, onun səbəblərini araşdırmaq lazımdır. Orada demək ki, disbakterioz ola bilər, orada hansısa bir infeksiyon proseslər ola bilər və yaxud da ki, ola bilsin mədə-altı vəzi yaxşı şirə ifraz eləməsin və yaxud da ola bilsin ödün özünü yaxşı şirə ifraz eləməsin ki, həzm yaxşı getmir orada reaksiya daha da artır, kimyəvi reaksiyalar gedir də, düzdürmü, bağırsaqda və onların fonunda nəcisdə pis qoxu gələ bilər. Bəli, elə bir şey ola bilər. Qoxunu verən səbəb nədir? Araşdırırıq və ondan sonra da müalicələri keçib gedir. Yəni, baxır, biri bir ay müddətinə, ya 2 ay, ya 2 həftə, ya belə. Yəni, araşdırmaq lazımdır bir sözlə. Çox sağ olun, doktor. Təşəkkür edirəm sizə. Əziz tamaşaçılar, can məsələsinə baxdınız və qonağımız qastrentoloq, hepatoloq Rövşən İbişov idi.